Buyurun Elman mənim. Deməli, bu bir həqiqətdir. Erməni əhalisi Rusiyanın dotasiyasından yaşayır. Erməni elitası Qərbin dotasiyasından yaşayır. Bəlkə Ermənistan əhalisi? Ermənistan əhalisi, bəli. Çünki erməni əhalisi biraz da Amerikanın dotasiyasından yaşayır, biraz Fransanın. Ölkənin nəzərdə tutulur. Ermənistan əhalisi Rusiyanın dotasiyasından, Ermənistanın elitası isə yaşayır Qərbin dotasiyasından. Bu mənim mövqeyimdir. İkinci mövqeyim odur ki, Ermənistanda Paşinyan 2018-ci ildə neçə il keçib artıq? 7 il. 7 il bundan qabaq bir siyasi inqilab elədi. Bax, gözümüzün qarşısında Ermənistanda bir kilsə inqilabı gəlir. Növbəti, ikinci inqilab. Paşinyan ikinci inqilab etmək istəyir. Və bu çox çətin inqilabdır, çünki söhbət ideoloji müharibədən gedir. Və belə olan vəziyyətdə 2026-cı ilin iyun ayının 7-sinə də parlament seçkiləri təyin edib. Deməli, bu seçkilərə Paşinyan heç bir zaman imkan verməyəcək ki, ilanı yaralasın quyruğundan və onu buraxsın. Əzməsin. Başını əzməlidir. Və bu günləri Filistin xüsusi komissiya da yaradır. Artıq din xadimlərindən, mülki insanlardan və s. komissiya yaradılıb ki, koordinasiya şurası yaradılıb ki, əvəz etsinlər ikinci Qarageni və onu da çox zəif nöqtəsindən vurublar. Qızı, övladı məsələsi. Bəli, çox zəif nöqtədən və hətta işarə da edib ki, lazım gəlsə biz video görüntüləri də paylaşa bilərik. Artıq müəyyən görüntülər çıxdı. İttihamlı ikinci Qaragenin də bu dəqiqə davranışı onu göstərir ki, o ehtiyatlıdır, o çəkinir ki, deyəsən təksib edilməz faktlara malikdir Paşinyan. Deməli, Paşinyan bir inqilabı eləyib, ondan sonra o müharibədə uduzdu, uduzduqdan sonra seçkilər keçirdi, hətta seçkilərdə qalib gəldi. Bu özü bir hesab edirəm ki, çox qəribə və mümkün olmayan bir mümkünlüyü kimi də bəzən tövsir olunur. İndi də yeni inqilaba gedir və bunun ardınca seçkilərə gedir. Bu məntiqlə yanaşsaq, bugün Paşinyan üçün bundan vacibi yoxdur. İranın Zəngəzur məsələsi onun üçün ikinci, üçüncü, beşinci bu dəqiqə bəli. Bu dəqiqə budur. Çox dəqiq. Və İran niyə təlaşdadır? İran təlaşdadır ki, bax, Paşinyan üçün Zəngəzur söhbəti yoxdur. Paşinyan üçün inqilab, Paşinyan üçün əsas rəqibini oyundan çıxarmaq və bunun ardınca seçkiyə getmək və seçkidə günü və yaxud da ki, 2027-ci ildə referenduma getmək istəyir. Ən tezi 2026-nın iyununda, ən gezi 2027-ci ildə. Yəni, ən gezin götürsə, 2027-ci ildə Paşinyan Azərbaycana qarşı ərazi iddialarını konstitusiyadan götürə bilər. Götürə bilmək o deməkdir ki, bunlar təlaş ona görə keçirlər ki, həmin Paşinyan İranı Qurban Bayramı ilə bağlı təbrik eləyərdi, bu anlaşılandı. Türkiyəni ilk dəfə təbrik edir. Hətta bu az imiş kimi Azərbaycan prezidentini, Azərbaycan xalqını, dövlətini Qurban Bayramından təbrik edir. Bu çox qorxulu tendensiya ki, onu yuxularına haram qatır və belə olan vəziyyətdə onda 2027-ci ildə nə ola bilər? Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalayıb, onun ardınca Zəngəzur dəhlizinin açılması bizi avtomatik bir prosesə çevirir. Qarşısı alınmaz prosesə çevirir. Bunları görür. Təlaşdadır. Mənə elə gəlir ki, burada bir incə məqam da var. Bunun üzərində çox zaman dayanmırlar. Amma bu da var. Qərblə bütün cəbhə boyu toqquşmadadır və son hadisələr fonunda. Amma kim üzr istəyirəm? İran. Aha. Toqquşmadadır. Amma İran bir yandan da fərqindədir ki, Zəngəzur dəhlizinin açılmasına Qərb həy deyir yoxsa yox? Yox deyir. Qərb yox deyir. Və Fransa yox deyir, onun müttəfiqləri yox deyirlər. Və belə olan vəziyyətdə fikir verirsiniz, çox qərbə burada bir çulğalaşma var. İranın mövqeyindən Qərbin mövqeyi Zəngəzur dəhlizində üst-üstə düşür.